Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahummə salli ala Muhammedin və ali Muhammed. Həzrəti Peyğəmbər salavatullah belə buyurmuşdur. Allahu Teala dünyanı axirət məqsədi ilə verər, dünya məqsədi ilə yox. Salamlayırıq əziz, dəyərli izləyiciləri. Allahın izni ilə təyəmmümün hökmləri dərsinə keçirik. Və bu dərslərə keçməmişdən əvvəl qeyd eləyək ki, qarşımızda şəhadət günləri gəlir, xanım Zəhranın əyyam günləri gəlir. Və bu günlər münasibəti ilə hər bir Əhl-i Beyt tərəfdaşına, başda İmam Zaman ağa olmaqla başsağlığı veririk. Əgər alın və yaxud da ki, əlin üzərində məhz edilməmiş kiçik bir hissə qalsa, istər qəsdən olsun, istər məsələni bilməməzlik, və yaxud da unutqanlıq səbəbindən olsun. Fərq eləməz, təyəmmüm batildir. Amma alimlər qeyd eləyir ki, gərək insan o qədər də vəsvəsəyə düşüb hər bir şeyi axtarmasın. Elə ürfdə, yəni cəmaət arasında, bəli, sən alnıva və əllərin üzərinə məhz etdin deyilsə, kifayət eləyər. Alına və əllərin üzərinə məhz etdiyimizə tam yəqinimiz olması üçün alimlər qeyd eləyir ki, həmin o məhz yerlərini biraz artıq eləyin. Necə ki, dəstəmazda deyirdik, dirsəkdirsə, dirsəkdən yuxarı. Məsdə isə ələ məhz biləkdirsə, biləkdən biraz yuxarı hissədən məhz etmək lazımdır ki, tam yəqinə çataq. Həmçinin alına və əllərin arxasına məhz yuxarıdan aşağı, yəni biləkdən barmaq ucuna, saçın tüklərin bitdiyi yerdən burunun üzərinə qədər, yuxarıdan aşağı və fasilə verilmədən məhz edilməlidir. Əvvəlcə müəyyən edirsən ki, təyəmmümü qusul və yaxud da ki, dəstəmaz əvəzinə edirəm. Məsələn, cənabət qusulu əvəzinə təyəmmüm edirəm, Allaha yaxınlaşmaq niyyəti ilə kifayət eləyər. Yaxşı olar ki, əlin içi, əlin üzəri və alın pak olsun. Təyəmmüm edərkən alında, əldə olan maneələr aradan qalxmalıdır. Məsələn, əldə üzük olmamalıdır, qolbaq olsun və yaxud xanımlarda makyaj olsun, lak olsun. Bunlar olmamalıdır, yapışqan və yaxud da ki, başqa bir şey, heç bir maneə olmamalıdır. Əgər alın və yaxud da ki, əlin üzərində bir yara olsa, həmin o əlimizi məhz edəcəyik, o yaranın, yəni o bağlanan həmin o yara ki var, aça biliriksə, açacağıq, üzərinə məhz edəcəyik. Yox, əgər onu açmaq çətinliyə səbəb olar və dözülməz ağrıya səbəb olarsa, elə həmin o yaranın üzərindən məhz edəcəyik. Əgər əlin içərisində yara olarsa, yenə də eyni qaydada həmin o əlin içini torpağa vuracağıq, həmin yara bandı olduğu təqdirdə. Elə vuracağıq torpağa, ondan sonra üzümüzə və əllərin üzərinə çəkəcəyik. Həmin o yara bandı əlin bir hissəsindədirsə, digər hissəsi açıq qalıbdırsa, həmin o açıq hissə ilə də məhz edə bilərik. Alın və həmçinin əllərin üzəri tüklü olsa, heç bir eyb eləməz. Amma saçın tükü alına tökülsə, o zaman gərək biz saçın tükünü arxaya çəkək, tam alına məhz edilsin. Əgər əlində və yaxud alnında bir maneənin olduğuna ehtimal versə və cəmiyyət içərisində bu ehtimal doğru hesab olunsa, gərək arxayinlik və yəqinlik olana qədər o insan axtarış eləsin. Təyəmmüm etməyə özünün imkanı olmayan, yəni gücü olmayan şəxs, istər əlil ola bilər və yaxud da ki, başqa səbəblərdən o özü ala bilmir. O zaman özünə naib deyirlər, yəni köməkçi tutacaq. Və həmin o naib təyəmmüm edənin əllərini yerə vurub, üzünə və əllərinin üzərinə çəkməlidir. Əgər bu da mümkün deyilsə, hər ikisi niyyət edəcək, həm köməkçi, həm də həmin insan, təyəmmüm alan. O köməkçi öz əllərini yerə vuracaq, həmin o insanın alnına və əllərinin üzərinə məhz edəcək. Təyəmmüm əsnasında insan hər hansısa bir əməli unutmadığında şəkk eləsə, əgər o şəkkin vaxtı keçibsə, etina eləməsin. Yox, əgər keçməyibdirsə, o zaman həmin o hissəni ikinci dəfə yerinə yetirsin. Sol ələ məhz edib bitirən zaman təyəmmümü doğru yerinə yetirib yetirmədiyi barədə şəkk eləsə və təyəmmüm aldığı əsnada diqqətli olduğunu bilirsə, onda təyəmmümü doğrudur.
Vəzifəsi təəmmüm olan şəxs namazın vaxtı daxil olmamış təəmmüm edə bilməz. Amma burada istisna alimlər var ki, onlar qeyd eləyiblər ki, əgər o insan namaz vaxtını bütövlüklə həmin o vəzifəsi təəmmüm olacaqsa və üzrü heç cürünə aradan getməyəcəksə, onda o zaman o adam elə namaz vaxtından əvvəl də təəmmüm edə bilər və həmçinin də o insan namaz vaxtı təəmmüm edəcəyindən də ümidsiz olsa, o zaman namaz vaxtından əvvəl təəmmüm edə bilər. Vacib və yaxud da müstəhəb bir iş üçün təəmmüm etsə və namaz vaxtına qədər bu insanın üzrü aradan qalxmasa, namaz vaxtı daxil olduqdan sonra o təəmmümlə namaz qıla bilər. Vəzifəsi təəmmüm olan şəxs namazın axır vaxtına qədər üzrünün aradan gedəcəyinə ümidsizdir. O zaman o insan elə namazının əvvəl vaxtını təəmmüm ilə qıla bilər. Amma namazın sonuna yaxın üzrünün aradan gedəcəyinə yəqini olsa, alimlər deyir ki, o vaxta qədər gözləməlidir. Əgər vaxt olacaqsa, su tapacaqsa, dəstəmaz qusul, yox əgər vaxt yenə dar olsa, təəmmümlə namazını qılmalıdır. Qusul və ya dəstəmaz ala bilməyən şəxs sonradan üzrünün aradan gedəcəyinə yəqini varsa, o zaman o təəmmümlə qəza namazlarını qıla bilməz, gözləməlidir. Əks halda qıla bilər. Dəstəmaz və qusul edə bilməyən şəxs həmçinin nafilə və müstəhəb namazları da təəmmümlə qıla bilər. Hətta gecə namazının çıxmasına az vaxt qalıbdırsa, onu da təəmmümlə qıla bilər. İnsan su tapmadığına və yaxud da ki, hər hansısa bir üzürlü səbəbə görə dəstəmaz və qusul əvəzinə təəmmüm edirsə, su tapdıqdan sonra həmin o insanın təəmmümü batil olur. Dəstəmazı batil edən işlər, dəstəmaz əvəzinə aldığımız təəmmümü də batil edər. Həmçinin qusulu batil edən işlər də qusul əvəzinə etdiyimiz təəmmümü də batil eləyər. Qusul edə bilməyən şəxs boynunda bir neçə qusul varsa və onlardan biri cənabət qusuludursa, həmin o cənabət qusulunu niyyət eləyib bir dəfəm təəmmüm etsə kifayət eləyər. Həmçinin bir şəxs cənabət qusulu əvəzinə təəmmüm etsə, həmin o təəmmümlə namaz da qıla bilər. Cənabət qusulu əvəzi təəmmüm edən şəxs əgər o təəmmümdən sonra dəstəmazı pozan bir hal baş veribdirsə, su da tapılmırsa, gərək o biri namaz üçün qusul əvəzi təəmmüm etməlidir. Təəmmümün hökmlərini nəzərinizə çatdırdıq. Allahdan hər birinizə müvəffəqiyyət və zehn açıqlığı arzu edirəm. Vəssalamu aleykum və rəhmətullah.